Digər bir qəza isə Yasamal rayonu ərazisində qeydə alınıb, 3 avtomobil toqquşub. Hadisəyə səbəb avtomobillərdən birinin sürücüsünün polisin saxla əmrinə tabe olmayaraq qaçmaq istəməsi göstərilir. Məhz bu səbəbdən də idarəetməni itirən sürücü digər avtomobillərə çırpılıb. Nəriman Nərimanov prospektində Qədirli və Salatın Əsgərova küçələrinin kəsişməsində Orxan Quliyev idarə etdiyi Volkswagen marka avtomaşın döngəyə daxil olan zaman əvvəlcə dayanan vəziyyətdə olan Aytəkin Sərxanovaya məxsus Kia, daha sonra isə Emin Quliyeva məxsus Mercedes-ə çırpılıb. Qəzanı törədən sürücü Orxan Quliyevin atası və hadisə ailələri iddia edir ki, qəzadan əvvəl Volkswagen-i yol patrul xidmətinin avtomaşını təqib edib. Qəzada məhz onun polisi saxlama əmrinə riayət etməyərək qaçmaq istəməsi səbəb olub. Qovub, o da saxlamadı ona deyən, düşüb arxasına burada döndərəndə də maşınlara vurub. Bəlkə bunun qarşısını, bunu niyə qovurdu anladı? Əl elədi, şarı elədi, saxlamırsa, onun ixtiyarı yox ki, haradasa maşını qovmağa. O da özü maşını qorxusundan mı saxlamayıb, nədənsə saxlamayıb. Avtomaşınlar da toqquşandan sonra yol polisləri İnşaatçılar prospektinə çıxan zaman Volkswagen-i saxlatdıra biliblər. Maraqlıdır ki, polislər qəzanı törədən nəqliyyat vasitəsini cərimə dayanacağına aparmayıblar. Bunun əvəzində isə Volkswagen dövlət qeydiyyat nişanını sökərək hadisə yerindən gediblər. Qəza ilə bağlı isə Yasamal polis idarəsi və Bakı Dövlət Yol Polis İdarəsində araşdırma başlanılıb. Qəzadan əvvəl sürücünün həqiqətən də yol patrul xidməti avtomaşını təqib edib etmədiysə, bu araşdırmalardan sonra da məlum olacaq.